gözəl bir dincələk. Bu haqda danışardıq bağ evləri. İnan keçməyim həvəsim yoxdur, xanım, hansı ölkəyə gedən. Getmək üçün gözəl rayonlarımız var. Bəli, bizim bölgədə. Elə mən əslən Gədəbəyliyəm, yəni ona görə demirəm. Bizim rayon çox dağlıq ərazidir, həm də sərindir. Məsəl üçün Leriki çox istəyirəm, Daşkəsəndir, əsas belə sərin olan ərazilərdə. Keçən dəfə sizdə şeydən danışdıq, icarədən. Xalam deyir ki, niyə mənim evimdən demirsən ki, gündəlik Gədəbəyin ən gözəl ərazisində deyir, gündəlik 20-25 manata ev verir. Gündəlik 20-25 manat. Hə, böyük evdə hər cür şəraitdə var. Yəni sözüm ona ki, digər ölkələrdə gedib o vəsait xərcləməkdənsə elə öz ölkəmizdə xərcləsələr daha gözəl olar rayon yerlərində. Çox maraqlı, vallahi qiymət də münasib. Bir də bağ evlərinin son olaraq bir qiyməti ilə bağlı məlumat verərdiniz. Hazırda icarə çox bahalaşıb. Mənə atırlar da 7.000-ə aylıq. İndi onlar da deyək ki, onlar da düzdür. Çünki evlər çox qiyməti qalxıb. Ona görə qiymət qalxdığına görə o icarəyə verən insanlar da onu nəzərə alır. Bir də o mövsüm məsələsi var da. Ancaq yay mövsümündə qazanırlar. 3 ay, 4 ay. Bəli, bəli. Onların rəskodu çoxdur. Məcburdurlar ki, bu cür olsun. Elə indi istərdim ki, Ceyhun bəydən gözəl bir ifa alaq. İfamızdan sonra mütləq ki,